Hello! Yeni gelenler hoş gelmişsiniz benim yeni YouTube videoma. Uzun müddətdən sonra ilk dəfədir ki, yeni video çəkirəm. Bugün bir dənə post paylaşmışdım ki, yorumlarınızı, suallarınızı verin mənə. Mən də sizin suallarınızı cavablandıracağım. Və bugün təzə qonağım var. Bu qonağımla bir yerdə sizin bizə verdiyiniz sualları cavablandıracağıq. Təzə qonaq deyil, yox. Yox, videoma təzə qonaq gəlib. Bugün oyanda gəlmişdi bizə. Bugün bununla bir yerdə sizin suallarınızı cavablandıracaq. Bu burada özünü öldürür ki, ananın yanına getsin. Onun üçün bunu qoyuram ananın yanına. Və ana, demək istədiyin şeylər var. Hə, suallara başlayıram. Yenə də ət tökən suallar var, bəziləri atam var, yox, kinderdən çıxıb. Onları deməyəcəm. Uşaqlar, bu arada öpüyor sizləri buradan salamlayıram. Sual cavablarla başladıq. Mən görsənməyəcəm. Qıraqdan ayına suallar verəcəm. İnşallah qəşəng qışqırtmalar da çəkəcəyik. Tamam, getdi. Bir yazıb ki, niyə bu qədər gözəlsən? Niyə bu qədər gözələm? Çünki gözəlsiz siz məni gözəl görürsünüz, ona görə mən bu qədər gözəl. 2 də ki, YouTuber olmaq hissi necə bir hissdir? YouTuber olmaq hissi necə bir hissdir? Fərqliliyi yoxdur. Sadəcə bir şey yaxşıdır ki, məsəl üçün sizin kimi dostlarım olmağı və həyatımı sizə vloqlaşdırmağım çox yaxşı gəlir mənə. Yəni belə bir hissdir. Aha. Manifest dinləyirsənmi? Manifest bilmirəm nədir. Manifest Türkiyənin K-pop qrupu kimi bir şeydir də. Manifest yəni tam dinləyirəm deyə bilmərəm, amma tam dinləmirəm də deyə bilmərəm. Məsəl üçün açıb gündəlik həyatda toplasan 2 dəfə manifest dinləmişəm, amma bütün mahnılarını da əzbər bilirəm. Yəni həm dinləyirəm, həm dinləmirəm kimi bir şeydir. Aktiv dinləyici deyiləm, elə deyim. Ən sevdiyim manifest üyəsi kimdir? Böyük ehtimal Hilal. Ən sevdiyim meyvə. Ən sevdiyim meyvə. Yay meyvələrindən çoxsunu sevirəm, amma ən çox sevdiyim meyvə qarpızdır. Bir də çiyələkdir. Hə, suallardan da əlavə belə gözəl sözlər də gəlib. Yəni onları oxumayacağam. Ancaq biz suallar üçündür da, yəni bu çəkilir. Bu arada meyvəyə mandarin də aid edə bilərəm. Hə, ən sevdiyin türk kinosu 3 dənə denə. Serial yoxsa kino, onu bilmədim. Aşk 101 çox xoşlayıram. Aşk 101 deyə bilərəm buna. Daha sonra Yalı Çapqını deyim. Başqa da bilmirəm. Ağlıma gəlmədi. Hababam sınıfı. Başqa ağlıma gəlmədi. Aydın bir Aylin olmasa da adının nə olmağını istəyirsən? Bu arada sevilirsən. Mən uşaq vaxtı adımı çox sağ ol. Mən uşaq vaxtı adımı heç çox sevmirdim. Yəni anama elə deyirdim ki, kəş mənə türk adlarından qoyardın. Amma Aylin adı da əslində türk adıdır və mən hal-hazırda bu yaşımda öz adımı çox sevirəm. Onun üçün adımı dəyişdirmə şansım olsaydı belə mən adımı yenə də dəyişdirməzdim. Aylin olmasa yenə də Aylin olmağımı istəyərdim. Bu günə qədər də mən həqiqətən Aylindən o tərəfəsi sevdiyim bir ad yox idi. Həqiqətən yox idi. Amma dünəndən beynimə bir ad düşüb. Bu Oylum adı var idi. Oylum kinoda. Eşitdim həqiqətən. Amma mən də sevdim. Aylin adını qoymasaydım, yəni o vaxtı Oylum adını bilsəydim, mən Oylum qoyardım. Mən də istəyərdim ki, Aylindən alıb adım Oylum olsun. Həqiqətən 15 yaşıma qədər mən Aylindən o tərəfəsini görmürəm. Çünki qıza yaraşan və çox gözəl adı. Həqiqətən sənə yaraşır. Amma Oylum adı daha gözəldir, elə bilirəm. Mən də istəyərdim ki, Oylum olsun. Oylum deyirəm. Yazıb ki, məktəb açılanda məktəb vlogu çəkəcəksən. Təbii ki də mən zaten 15 sentyabr. Hə, təbii ki də mən onsuz artıq vloqlara da geri dönürəm. Yəni bəli, məktəb vloqda 100% gələcək. Hər şeyi çəkəcəm, yəni narahat olmayın. Keçən iləcə bu ildə elə. Ən sevdiyin 3 mahnı, 3 kino, 3 tırı pop qrupu. Tırı nədir? Yavaş-yavaş oxu. 3 pop qrupu. Yavaş-yavaş oxu. Yəni deyir ən sevdiyim. Bildim, bir ver ki, cavablandıra bilim. 3 mahnı. Ən sevdiyim 3 mahnı. Deməli, mənim mahnı zövqüm çox qəribədir. Mənim ağlıma gələn bütün mahnıları dinləyirəm. Həmin andakı, necə deyim, vibe-uma baxır. Amma vazgeçə bilmədiyim bir mahnı var ki, onu mən hardasa 2 ildir ki, mənim favori mahnılarımdan biridir. Bora Messin Bizdən Olsun İstərdim mahnısı çox gözəldir. Bu bir. Qalanları da bilmirəm, anlıq duyğuma görə baxır. Hə, 2-dəki Tana cümlələrim çox gözəldir də, yəni. Amma üçüncüsü bilmirəm. Hə, 3 yoxdur. Var ya, ağlıma gəlmədi. Hə, 3 dənə kino, bayaq dedin. 3 tırı pop qrupu nədir? Türkiyə qrupları. Hə, onu bilmirəm. Türk qruplarından çoxsunu dinləmirəm. Bir də manifest dinləyirəm. Onun üçün 3 dənə saya bilmirəm, bir də manifest deyirəm. Pop qrupu 3.
Hə, bu məndən sorulur bu iş. Ən sevdiyim birinci K-pop qrupu Baby Monster'dir. Mən Baby Monster'ın böyük bir fanatıyam. Bir Baby Monster, 2 aespa, 3-dəki Kiss of Life da ola bilər, Blackpink də ola bilər, ikisindən biri. Əgər sabah istədiyim bir yerə pulsuz gedə bilmə imkanı olsaydı, hara gedərdin? Sabah bir yerə pulsuz getmə imkanım olsaydı hara gedərdim? Böyük Bu ehtimal arada Koreya. yazıb sizi çox sevirəm. Mən də sizi çox sevirəm. Koreyaya. Ev turu gələcək. Məncə yox. Ev Çünki turu ev turu yox. uşaqlar. Yəni evimiz köhnəldi uşaq. Evimizin turuna nə bilim mən məsləhət görmürəm, amma ailə istəsə çəkər. Yox, mən də deyim ki, elə həvəsim yoxdur ev turu çəkim. Onun üçün böyük ehtimal gəlməz, amma sizin fikirlərinizə baxır. Aha. Saçlarını nə vaxt kəsmisən? Saçlarımın bir ay olar da böyük ehtimal. Kəsmək deyəndə ki, nə ucundan götürmüşük. Hə də biraz qısaltdım amma baxımlar kəsmədim. eləyir də. Ailənin saçları biraz Aylin vəhşi kimi saçları yer bu arada üzr bilirsən. Aylin heç incə saçları. Onun üçün baxımlar eləyirik qırıqlarına görə. Sabahlamaca vlogu gəlsin. Ananla kanalınızı çox səmimi və təbii gəlir mənə. Elə yazılar oxuya da bilmirəm. Sabahlamaca vlogu inşallah gələcək. Dünən yox, sıra gündə bir post atdım ki, ən sevdiyiniz video fikirlərini yazın, onları çəkək yanayla bir yerdə. Demək olar ki, %80%'iniz hamınız sabahlamaca yazmışdınız. Sabahlamaca vlogu gələcək. Yəqin ki, hə, gələcək. Maşında qalmaq da elə istəyirəm. Onları da. Hə, 24 saat maşında qalmaq videosu da var Bax, aramızda. belə bir sual ver də, ona cavablar yazsınlar. Mağazində qalmaq, maşında qalmaq, parkda qalmaq, yoxsa evdə bir gün qaranlıqda qalmaq. Bunları seçim eləsinlər. Hə, bu indi təkrarlamağa ayrındayım. Wi-Fi-siz, internetsiz, qaranlıqda, ancaq səhərə kimi qaranlıqda. Amma maşında qalsaq internetimiz, Wi-Fi-miz olacaq. Yəni bunları seçim eləsinlər. Bir gün parkda qalaq, mağazində qalaq, maşında qalaq, yoxsa evdə qaranlıqda. Seçim eləyin, yorumlara yazın, hamımızı oxuyacaq. Onlara yəni dönüş eləyərik. Niyə əvvəlki kimi aktiv deyilsən? Yaralı yerimiz. Bu indi sizə izah eləyəcəm, amma böyük ehtimal tənbəlləşmişik. Böyük ehtimal bunu başa düşməyəcəksiniz. Çünki YouTube-a başlamadan əvvəl də mənim izlədiyim YouTuberlər 1 ay, 2 ay, 3 ay video atmayanda sonra geri dönüb belə bir açıqlama eləyirdilər ki, bəs hər YouTuberin belə bir döngüsü var. Nə bilim, tənbəlləşir, yorulur, ara vermə məcburiyyətinə qalır. Amma mən inanmırdım. Çünki insan bir işi sevirsə, o işə vaxt ayırır da. YouTube-da indi sizin fikrinizcə, bizim fikrimizcə bir işdir. YouTube yəni düzünə bir işdir də. Amma ki özüm YouTube-a başlayandan sonra və bu qədər ara verəndən sonra fərqinə vardım və inandım ki, doğrudan da hər YouTuberin yorulduğu vaxtlar olur və o yorulduğu vaxtlarda biraz dincəlməyə ehtiyac duyur. Özəlliklə mənim telefonumda itən vaxtı mən demək olar ki 4 ay telefonsuz qaldım və video çəkə bilmədim. Həmin ərəfədə də YouTube-suzluğa alışdığım üçün sonra geri dönüş olanda video atmaq biraz çətin oldu. Yəni belə deyim ki, tənbəlləşdim. Tənbəlləşmişəm vallahi. Bəlkə qışda təzədən aylarıq. Yaydı deyə olmur. Həm də ki öz həyatıma biraz daha odaqlandım. Yəni gündəlik hər gün həyata düşürəm, dostlarımla əylənirəm, gəzirəm, tozuram. Ona görə. Burada mənim izləyicim də var. Yayınımı izləyən. Salam Ayliş, sabahlama gələcək. Buna cavab verdik. Yazdı. Ülkə xalanı da çox gözəldir. Çox sevirəm. Hər axşam canlısına baxıram. Çox sağ ol həyatım. Öpürəm səni. Var olasan. 6 ay öncə çəkdiyiniz sual-cavab videosundan sonra niyə 6 ay video gəlmədi? Onu da məncə açıqlamasını verdiniz. Bir də ki, video dəqiqələrini artıra bilərsən. Sən, belə deyim də, sözümü kəsirəm. Onlara maraqlıdır, necə bir seriala baxanda qutarır, ürəyimiz baxdır. Uşaqlar, sizə maraqlıdır, siz çox istəyirsiniz, amma bizdə çəkiliş vaxtı, biz də yoruluruq, bizdə də İnarsınız, olmur yəni da. sizə belə deyim də, məsəl üçün, mən bir video çəkirəm, deyək ki 40 dəqiqədirsə, onu editləyəndə bu istər-istəməz düşür məsəl üçün 25 dəqiqəyə. Sizə də elə gəlir ki, bu video əslində qısa çəkilib, amma yox, bu video uzun çəkilib. Sadəcə onun bəzi yerləri, nə bilim, editləmək dərkən bu video qısalır. Əlavə olaraq da çox yorucu bir işdir. Təsəvvür edin ki, məsəl üçün harasa gelirsiniz, bütün əlinizdə telefon, video çəkirsiniz, sonra da onu gəlirsiniz, evdə editləyirsiniz. Çox yorucu bir işdir. Amma inşallah ki, özüm də buna qərarlıyam ki, video dəqiqələrini artdıracağam inşallah. Uşaqlar, bu arada bugünə qədər biz öz videolarımıza baxmamışdıq həqiqətən. Amma neçə aylardan sonra dünənləri Aylinə elə belə uzanıb
şeyə baxdıq. Mən Aylin oluram, Aylin mən oluram. Yer dəyişdirdiyimiz video. İnanın Allah'a mənim gözümdən su necə Çox leysan gülməli idi gedirdi. də amma. Həqiqətən bilmirəm siz nə qədər ona gülmüsünüz, sizə maraqlı gəlib ya yox, ona da yazarsınız cavablar. Həqiqətən çox maraqlıdır, özümdən utandım. Yazıb ki, ən yaxın dostun kimdir və Mürtəzədə yazıb anandan başqa gülüş smayliki qoyub. Mənim ən yaxın dostum yoxdur. Belə deyim. Yəni çünki ən yaxın dost qavramı biraz daha fərqli şeydir. Mən məsəl üçün özümün ən yaxın dostuyam. Çünki mən özümə çox güvənirəm. Amma bəzən də özgüvənsiz bir insan olaram. Amma belə yaxın dediyim bir dost yoxdur. Kötü var da. Sən niyə təqdim eləmədin ki? Adı kötüdür, familiyasını soyadını. Niyə demədin ki? Başa niyə onu tanıtmırsan ki? Hamını tanıdırsan, onu yox. Yazıb sizi çox sevirəm. Biz də sizi çox Biz də sizi çox sevirik. sevirik. Salam Ayliş, necəsən? Sizi çox sevirəm və izləyirəm. Sualım budur. Ən sevdiyin yemək? Hə, çox sağ ol iltifatıma görə. Ən sevdiyim yemək də sushi ilə midyədə çox sevirəm və doymaram da, yəni hər Bəs gün ev yeyirəm. yeməkləri? Ev yeməklərindən fərqi yoxdur, hamısını yeyirəm. Hə, yeyir. Ailənin heç yemək, yəni nə deyirlər ona? Fərqi yoxdur. Yemək sevməyəm, titiz olum, elə şeylər. Çünki yeməyi sevərək yemir. Aylin belə Orta yeyirəm. həzz alaraq yemək yemir. Aylin danlanır, qışqırıram, əsəbləşirəm, sonra gəlir elə belə yola verir, oturur, yeyir, durur, heç bilmir nə yeyir. Mən çöl Bir də yeməklərindən ən çox öldüyü yemək qırmızı lobya supudur. Ölür onun üçün. Bilmirəm, bəlkə də mənim bişirdiyimi sevir, amma nə bilim. Vloqlar niyə gec-gec gəlir və neçədə oxuyursan? vloqların açıqlamasını verdim. Neçədə oxuduğum 9-a keçirəm bu il. 1 il gec getdiyim üçün. Nə rəngi sevirsən? Nə rəngi sevirəm? Mavi. Mavi ilə qara. Ən çox sevdiyin yemək dedi. Ən çox sevdiyin qız adı və oğlan adı. Aylin dedi. Ən sevdiyim qız adı. Ən sevdiyim qız adlarından da biri Ayla da ola bilər. Ayla da çox gözəl addır. Bəs oğlan adı? Oğlan addan nə fərq yoxdur. Peki. Telefonunu nə oldu? Tapdın? Yox, hələ tapmamışıq. Taparıq inşallah. Heç İnşallah. danışmadım bu barədə. Niyə danışmamışıq? Yəqin sən Danışmışıq. istəməmisən. Hı. Все? Hə. Yoxdur açıqlaman. Nəsə Yox. danışmışsan? Aha. Haralısan? Mən Bakılıyam. Qışqırtma gələcək. Qışqırtma inşallah gələcək. Biz vaxt demirik. Leski partda dəyişin eləyirik. Ad günün nə vaxtdır? Ad günüm az qalıb. Yəni bugün bu videonu çəkirəm 21 iyul. Mənim ad günüm isə 29 avqust. Yəni bir aydan az müddət qalıb. Bir aydan biraz çox qalır. Birazdan biraz. Hə. Dərslərin necədir? Necə oxuyursan? Dərslərim bu il çox düşdü. 8-ci sinifdə çox düşdü dərslərim. Amma 7-yə qədər mükəmməl idi. 8-də düşdü, 9-da da inşallah mükəmməl eləyəcəm. Çünki buraxılışa hazırlaşıram. Məktəbdə başına heç pis bir hadisə gəlib. Məktəbdə başıma heç pis bir hadisə gəlib. Pis və gülməli bir hadisə gəlib. Yana demə. Ayda yana bildim ana gəlir. Bu il bizim sinifimizdə kombi qırıldı uşaqlar. Kombi bilirsiniz necə oldu? Kombi qırıldı. Kombi qırıldığı üçün də o düşəndə mən ayağımı atdım. Sinif yoldaşlarım hamısı elə bildi ki, kombini mən qırmışam. İş savuşlara qədər uzandı. Başıma gələn ən pis hadisə buydu da yəni. Can Aylin. Ən yaxın dostun kimdir? Hə, cavablandırdım da buna. Ən yaxın dostum yoxdur. Hə. Hansı rəngi sevirsən, onu da cavablandırdın. Salam, yeni evinizin turu gəlsin. İnşallah uşaqlar fikirləşərik onda. Sənin məktəb dostların var və niyə yaxın deyilsən? Və bugün bunu bayaq danışdıq. Bu bayaq yorum mən yuxarıdan mesaj gələndə bu yorum. Ana ilə bir şey haqqında danışdım. Bu böyük ehtimal. Mənim sinifimdən də ola bilər. Mənim paralel siniflərimdən də ola bilər. Mənim məktəbimdən də ola bilərəm. Çünki bax, sual verirsən ki, sual verirsən ki, sənin məktəb dostların var. Birincisi, hər bir şagirdə məktəb dostu illa ki olur. İkincisi də ki, sən məni tanımırsansa, hardan bilirsən ki, mən sinif yoldaşlarımdan yaxın deyiləm? Yəni, bunu nəyə görə bu nəticəni çıxartdın? Sağ ol, özün yanında və niyə yaxın deyilsən? Məktəb dostların var və niyə yaxın deyilsən? Yəni, sən bu sualda yazacaqdın, məsəl üçün, sənin məktəb dostların var, deyəcəkdin yox, hə. Yazıb və niyə yaxın deyilsən? Bilir axı, bu bilinir ki, səni tanıyan adamdır da.
Niyə Quba vloqunu sildin? Bunu da açıqlamasını bir də ver. Quba vloqunu niyə sildim? Orada vacibsiz üzlər düşmüşdü uşaqlar. Yəni mən lazımsız üzlər. hə, yəni hər kəs özümə yaxın bilib video çəkilişləri eləyirəm. Çünki mənim heç kimdən və ya heç nədən çəkinəcəyim şey yoxdur. Tanınmaq istəyirlər, qoy tanınsınlar, problem deyil. Amma ki, videoda lazımsız üzlər düşmüşdü və sonradan fikirləşdim ki, ehtiyac yoxdur, ona görə də sildim. Yox, belə deyək də, uşaqlar o qədər paxıldılar ki, o qədər ailənin paxıllığını çəkirlər ki, həqiqətən. Aylin çünki videonu çəkəndə, Aylin o qədər də düşüncəsiz bir uşaq deyil. Mən onu elə böyütməmişəm. Aylin icazə alır. Məsəl üçün, ana, olar səni də çəkim. Əgər mən buna razılıq verirəmsə, Aylin sonra bu, bilirsiniz necədir? Aylin sonra bu videonu çəkir. Sonra siləndə özünə pisdir də. Bu bilə-bilə buna razılıq verir. Yox, problem deyil. Deyir, əgər sənə razılığın var, birdən evdə sənə problem yaradarlar. Deyir, yox, heç bir problem olmayacaq, çək. Sonra da gedir sabahsı gün Aylin videonu atandan sonra belə eləyir. O qədər Aylinə heç nə demir. Aylin ki 3 gündən sonra videonu atır, belə eləyir. Atam evdə danışdı, anam evdə danışdı, qardaşım evdə danışdı. Sonra anası mənə zəng eləyir, başlayır göz yaşı axıtdırmağa, yalvarmağa. Uca mən elə məcbur olan videonu silirəm. Buradan da deyirəm, izləyirlər də, eşitsinlər də. Bundan sonra Aylinə də demişəm, heç kimi videosuna salmasın. Əgər kiminsə razı, Aylinin də öz ətrafı var, Aylinin də tanışları var. Niyə də yoxdur ki, deyil bu bəziləri? Çünki Aylin çəkir, sonra problem yaradırlar. Sinif yoldaşları da var, dostları da var, məhəllə uşaqları da var, padruqaları da var. Niyə yoxdur ki? Sadəcə mən icazə vermirəm belə söhbətlərdən. Çünki Aylinin də videosu pox olur. Bəli. Yəni paxılsız, paxıllığınızı da bildirirsiniz. Utduluğunuzu heç içinizdə saxlayın da, bildirməyin. Nəysə, Bundan sonra kim də düşsə, arxadan belə düşsə, nə bilim, bilə-bilə gəlib özünü o video salsa belə, kim mənə zəng eləsə, inanın Allaha, mən sizin fikrinizlə, zakazınızdan getmirəm. Mən uşağımın videosunu silməyəcəm. Mən belə bir valideynəm. Mən uşağıma icazə verirəm. Özünü paylaşır da, çəkir də, yayımını da aparır. Əcəb də eləyir. Kim istəmirsə, gəlib desin ki, mən istəmirəm, mənə çəkmə videoyu. Biz o qədər düşüncəsi deyilik, belə ehtiyacımız da yoxdur sizə. Niyə bu aralar vlog atmadın, onu dedin, gələcəkdə nə olmağı düşünürsən? Bunu da bayaq anayla qısa bir müzakirə elədim. Yuxarıdan mesaj gələndə sual oxudum anaya, dedim dönərçi. Ana da güldü. Gələcəkdə nə edəcəyim haqqında çox bir planım yoxdur. Ağlımda 2-3 fikir var. Böyük ehtimal Koreyaya gedib, Koreyada necə deyim, universitetimi oxumaq istəyirəm, təhsilimi Koreyada almaq istəyirəm. İkinci bir planım isə mənim rəqsə qarşı ayrı bir marağım var da, bilirsiniz. Onun üçün müğənni və ya rəqsi, yəni müğənniliklə rəqsi birləşdirib bir şey də eləyə bilərəm ikinci bir plan olaraq. Yəni Aylin səhnə daha bəli, səhnəyə daha çox səhnə istəyir. Yəni karyerasını incə sənətə həvalə edir. Salam Aylin, necəsən? Yaxşıyam, çox sağ olun, yaxşı olasınız. Sabahlama vloqunu yəni gələcək, sual. Hə, gələcək inşallah. İnşallah. Telefonun itəndə başqa telefonla necə YouTube-unu keçirdə bildin? Bu vəziyyətə qarşı mənim dayanıqlılığım var idi. Öncədən bir, necə deyim, özümü qoruma altına almışdım ki, həm mamanın telefonuna Gmailimi, YouTube-umu və ya TikTok-umu keçirtmişdim öncədən. Həm də ki, bəzi şifrələrlə falan, yəni necə deyim, indi siz bilməyəcəksiniz, amma bəzi proqramlar var ki, məsəl üçün YouTube Studiyona aid eləyə bilərəm ki, o YouTube Studiya başqa bir telefondan daxil olanda elə promo sənin öz səhifən açılır. Həm də belə bir sistem quraşdırılmışdı. Deyir, heç kimin bilmədiyi gizli istedadım var. Deyir, ağzı bağlı danışmaq kimi məsələ. Heç kimin bilmədiyi gizli bir istedadım var. Ağzı bağlı bildin də necə himcim kimi. Bildim. Məsəl üçün elə bir şey. Var. Uşaqlar, bu biraz gülməli bir istedaddır, bilmirəm. Amma mən birdən çox səs çıxarda bilirəm. Mən birdən çox səs çıxarda bilirəm də. Yəni fərqli səslər çıxarda bilirəm. Biraz gic-gic səslər olur ananın fikrinə görə, amma birdən çox səs çıxartma huyum var. Özünü dil 3 sözlə necə izah edərdin? Enerjili, mehriban, səmimi. Deyir, salam Aylin, necəsən? Mənim sualım budur ki, niyə əvvəlki kimi aktiv deyilsən, gözəlim? Bir də adım falandır, videoda çəksən çox sevinərəm. Uşaqlar, buradan
Sənin adını çəkək, onun adını çəkək, o birinin adını çəkək, o birisinə uca hörmət istəyiyorlar. Kimisə adını çəkməli deyənə kimsə pis olar. Ona görə biz ailə ilə qərara gəlmişik ki, ad çəkməyəcək. Heç kim bunu deməsin. Xahiş edirəm. Bunu heç kim, heç bir sualda, heç bir kommentdə yazmasın. Məsəl üçün mənə də yolda görürsüz, gəlirsiniz, mənə yaxınlaşırsınız. Mən bunu çox sevirəm, sizin mənə yaxınlaşmağınızı falan. Buradan da deyirəm ki, kim görsə, yəni utanmayın, yaxınlaşın. Çünki elə insan olur ki, utanır. Sonra gəlir videolarımın altına yazır ki, bu gün sən falan yerdə gördüm, amma yaxınlaşa bilmədim. Siz mənə yaxınlaşanda mən sevinirəm. Amma məsəl üçün bəziləriniz var ki, yaxınlaşırsınız, deyirsiniz ki, mənim adımı çəkdi videoda, adım budur. Bu biraz ədalətsizlik olur. Onun üçün bundan sonra ad çəkmirik. Onda gələ bir gün video çəkək, bütün bizi 5000 izləyicinin hamısının adını çəkək. Olmur axı, uşaqlar. Belə şeyləri yığışdırın. Ən böyük qorxun nədir? Fobiya kimi. Ən böyük qorxum qaranlıqdır. Qaranlıqdan çox pis qorxuram mən. Deyir, keçən dəfə də yazmışdım, cavablamamışdım. Həyatında nəyi dəyişdirmək istərdin? Anamı. Həyatımda nəyi dəyişdirmək istəyərdim? Bilmirəm. Dəyişdirmək istədiyim bir şey yoxdur. Yəni həyatında hər şey idealdır. İstədiyin kimidir. Heç nə dəyişdirmək istəmirəm. İdeal deyil, amma insan öz həyatını ideala çevirə bilər də. Mən buna inanıram. Ona görə həyatımı dəyişdirmək. Hal-hazırda indi nəyə dəyişmək istəyərdim? Məsəl üçün nəyi necə eləmək istəyərdim? Heç nə. Heç nə. Salam Aylin, səni çox sevirəm. Mən də sizi çox Anaya qışqırtma nə vaxt gələcək? Bunlar ölürlər, bizi qışqırtsınlar. İnşallah tez vaxtda gələcək. Bir ölkəyə getmək istəsəydin, hansı ölkə olardı? Koreyaya. Atavı yoxsa anavı? Kıtımı. Kıtımı. Bir başa söylediği atavı yoxsa anavı? Kıtımı. Abunəçilərindən linç nə qədər gəlib? Məncə az gəlib bizə. Bizə o qədər linç zat gəlmir, amma çox gəlib. Namaz videomuza elə çox gəlib. O bir videodan ola bilərdi, amma ümumi belə baxanda bizə ancaq sevgilər gəlir. Bizə pis şeylər gəlmir ki. Məncə 50-nin 60-adır. 60% məsəl üçün sevgi gəlirsə 50% şey gəlir. Bir hansı YouTuberləri çox sevirsən? 3 dənəsinin adını de. Ulka, Aylin və Kata. Bir dənə sən bacı. YouTuberləri izləmirəm uşaqlar daha çox. Mən K-pop odaqlı şovlara falan baxıram məsəl üçün. K-pop videolarına. Onun üçün YouTuber yoxdur. Все, bu qədər sual cavablarımız. Nəsə bugün pasiv idin, sevmədim. Belə bir tərsən, əyləncəli deyilsən. Nədirsə bilmirəm. Aylin, bilsən ilkdən açılanda hiss elədim. Nəsə əvvəlki deyilsən, həyəcanım var, sıxıntım var. Belə əvvəlki kimi sərbəst deyilik, rahatçılıq. Düzələcək inşallah. Bizi göz nəzər yığdı uşaqlar. Bu pislərin gözü. Göz nəzər yığdı. Xahiş edirəm amma orada bizi kommentlərdə yazsın ki, göz vuranın gözü çıxsın. Göz vuranın gözü çıxsın. Amma inşallah düzələcək. Bugün belə oldu, sabah belə oldu. Amma inşallah ki, yaxın müddətdə düzələcək. İnşallah. Çox gözəl ağımda vlog fikirləri var. Çox gözəl fikirlərimiz var. İnşallah. Sizdə nə istəyiniz varsa yorumlara yazın. Çünki mən sizin istəklərinizin hamısını oxuyuram. Hamısını da qiymətləndirirəm. Onun üçün nə istəyirsinizsə yorumlara yazın. Mən də oxuyum onları və sizin istədiyiniz videoları çəkək. Aha, sonda da bir dənə bu təzədən deyim, seçim eləyin. Mağazində qalmaq, maşında qalmaq, parkda qalmaq bir gün ya da evdə qaranlıqda qalmaq. Onları da seçim eləsinlər. Seçim edin. Məncə maşında qalmaq daha yaxşıdır. Məncə evdə qaranlıqda bir gün. Mən qala bilmərəm. Mənim qaranlıqdan. Elə odur da əzab. Mən qaranlıqdan həm qorxuram, həm də mənim telefonsuz, internetsiz bir günüm olmasın. Onu deyirəm də əzab, tualetə fanarla getmək. Məncə parkda qalmaq çox pisdir. Yəni avarası var, flankası var. Bəs hər şey ideal olmalıdır. Qorxu var, itlər var. Bu verdiyim variantlardan birini seçsinlər və hər kəsin fikri yox ha, çoxluğa üstünlük. Çoxluğa üstünlük verəcək. Mən öpürəm sizi, indi də buraxıram Aylin. Mən maşında qalmağı tərcih edirəm, çünki maşında qalmaq məncə çox əyləncəli olar. Bir də bizdən tək rəng istəyirlər. Nə istəyirlər? Tək rəng. Yəni bir günümüzü tək rənglə keçirtməliyik. Məsəl üçün rozvu deyək. Yuxudan durduq, əyin başımız rozvu olmalıdır. Səhər yeməyimiz rozvu olmalıdır. Günorta yeməyimiz rozvu olmalıdır. Axşam yeməyimiz rozvu olmalıdır. Yəni bir günümüzü bir rəngə odaklamalıyıq. Bilmirdim ki onu. Ondan da istəyirlər inşallah. Onu da bir gün eləyək. Bir gün inşallah onu da çəkərik. Bugünkü videomuz belə idi. İnşallah sizə xoş olmuş olar. Uzun müddətdən sonraki ilk videom olduğu üçün birazcık enerjim az və birazcık həyəcanlı idim. Amma inşallah ki, yaxın müddətdə düzələcək. O biri videolarda görüşmək üzrə. Hamınızı çox sevirəm. Bye bye.
Sağ ol deyirsən. Sağ olun uşaqlar.